Mövzunun davamı olaraq xatırladım ki, xarici vətəndaşın xüsusilə təhlükəli yoluxucu xəstəliklər və VIC infeksiyasına yoluxmaması Rusiyaya uzunmüddətli giriş üçün əsas şərtlərdən biridir. Məcburi tibbi müayinə tələbi ölkədə uzun müddət qalan bütün xarici vətəndaşlara səfərin məqsədindən asılı olmayaraq şamil edilir. Belə ki, hazırda tibbi müayinənin nəticələri aşağıdakı müddətlər ərzində təqdim olunmalıdır. Səfərin məqsədi əmək fəaliyyəti olduqda 30 təqvim günü ərzində, digər məqsədlərlə səfər edildikdə 90 təqvim günü ərzində. Qeyd edim ki, bu müddətin hesablanması xarici vətəndaşın Rusiyaya daxil olduğu gündən başlayır. Vacib məqamlardan biri də odur ki, səfərin məqsədi turizm olduqda və xarici vətəndaşın Rusiyada qalma müddəti 3 aydan artıq olmadıqda tibbi müayinədən keçmək tələb olunmur. Eyni zamanda qeyd edim ki, tibbi müayinədən keçdiyini təsdiq edən sənədlər xarici vətəndaşlar tərəfindən Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına təqdim olunmalıdır.